Sizə möhtəşəm bir mənzil təqdim edirəm, dəyərli izləyicilər. Metroya piyada 1 dəqiqəlik məsafədə, Həzi Asanov metrosuna 1 dəqiqəlik məsafədə 2 otaqdan 3 otağa düzəlmiş 70 kvadratlıq bir mənzilin hal-hazırda daxilində qonaq otağındayıq. Proyekti ətraflı izləyin, videonun gedişatında bütün məlumatları verəcəm. Dəyərli izləyicilər, 17 mərtəbəli binanın 16-cı mərtəbəsindəyik. Üstümüz mərtəbədir. Ondan üstdə də mansart yerləşir. Bura bizim qonaq otağımızdır. Qonaq otağının sahəsi olduqca genişdir. Gördüyünüz kimi qonaq otağına lazım olan bütün mebellər yerləşdirilib və əlavə olaraq geniş bir sahə də mövcuddur. Bura bizim giriş hol hissəmizdir. Giriş qapımız. Sol tərəfdə qonaq otağımız, üzbəüz istiqamətdə mətbəximiz və burada yataq otağımız var. Pridelka olan hissə bu hissədir. Onu ətraflı çəkəcəm sizə. Holumuzu daha ətraflı müxtəlif rakurslardan sizə təqdim edim. Dəyərli izləyicilər, indi isə mətbəxə keçirik. Bura bizim mətbəximizdir. Geniş bir mətbəximiz var. Mətbəx yerində qalıb. Mətbəxdən eyvana çıxış var. Bura bizim geniş olan eyvanımızdır. Kupçalıdır, ipotekaya yararlı mənzildir. Istilik sistemimiz kombidir, qaz, su, işıq isə daimidir. Bura isə bizim möhtəşəm görünüşümüz, panoramamız. Düzəlmə olan hissəyə keçid alırıq. Deməli, bura 2 otaq olub, 2 otağın belə deyək, arası kəsilib, 2 yerə bölünüb. Bura birinci yataq otağımızdır, hansı ki mətbəxdən həmin yataq otağına çıxış var. Digər hissədə isə ikinci yataq otağımız, uşaq yataq otağı kimi də istifadə edirlər. Yəni istəyə uyğun bu ara kəsməni götürüb qanuni yerinə keçirə bilərsiniz. Yəni ehtiyacı, 3 otaq ehtiyacı olmayan şəxslər. Bura isə mənzilin ümumi olan hamam otağıdır. Tam təmirli, yaşayışlı mənzildir. Dəyərli izləyicilər, məlumatları yenidən sizlərə təqdim edirəm. Mənzilimiz Həzi Asanov metrosunun çıxışında yerləşir. 17 mərtəbəli binanın 16-cı mərtəbəsində və 70 kvadrat sahəyə malikdir. Kupçalıdır, ipotekaya yararlı mənzildir. Qiymət barəsində və ətraflı məlumat üçün 070 305 22 22 nömrəsindən əlaqə saxlayın. Daha ətraflı, yəni bu ekskluziv mənzilimizə gəlib yerində baxış keçirə bilərsiniz. Çox sağ olun bizi izlədiyiniz üçün.